Diqqət, diqqət, danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Studiyada Elvin Baskallı, efirdə son xəbərdir. Azərbaycan Prezidenti İlham Əliyev bugün beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib. Görüşdə Azərbaycanla nümayəndə heyətinə daxil olan qurumlar arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Tərəfdaşlığın genişləndirməsi ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyü, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyi bildirilib. Bugün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. İclasın gündəliyində birinci məsələ Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının layihəsi, o cümlədən turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi dağ, mədən və metallurgiya sənayesinin inkişafı, mövcud vəziyyət və 2030-cu ilə perspektivləri barədə proqramın layihəsi və eləcə də digər iqtisadi məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və ikinci məsələ İqtisadiyyat Naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Müdafiə naziri General-Polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin Baykar şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Zakir Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyi bildirilib. Baykar şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb. Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Ermənistana 14 vaqon propan və 5 vaqon gübrə göndəriləcək. Qatar bugün Biləcəri stansiyasından Böyükçəsi istiqamətinə yola salınıb. Rusiya-Ukrayna müharibəsində Azərbaycan əsilli daha 10 nəfərin həlak olduğu məlum olub. Müxtəlif illərdə Rusiya ordusunun tərkibində xidmət edən və ya hərbi əməliyyatlara cəlb olunan Azərbaycanlılar əsasən Donetsk və Zaporojye istiqamətlərində gedən döyüşlər zamanı həyatlarını itiriblər. Həlak olanların siyasında Rostov vilayəti, İrkutsk, Samara, Ulyanovsk, Leningrad, Çelyabinsk vilayətləri, Krasnodar diyarı, Başqırdistan və Dağıstanda yaşayan Azərbaycan əsilli şəxslər yer alır. Biçim mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirib. Bununla bağlı sadə və zəruri qaydalar bir daha xatırladılır. Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır. Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır. Son dəqiqə məlumatlarını nəzərinizə çatdırıram. Goranboy rayonunun Rəhimli kəndində yol qəzası olub. Vaz 2106 və Vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində 24 yaşlı Şəhla Xəllova, 6 yaşlı Elfina Xəllova və 3 yaşlı Aylin Xəllova xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, tibbi yardım edildikdən sonra evə buraxılıblar. Daha bir son dəqiqə məlumat nəzərinizə çatdırırıq. Naxçıvan şəhərində dayanmış vəziyyətdə olan King Long markalı 2 marşrut avtobusu tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik açıqlanmayıb. Ən son məlumatlarla davam edirik. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Balakən rayonu Talalar kəndində fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Yanğın söndürən xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsinə yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib. İyulun 6-sı Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 19 yaşlı Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Nazirliyin xüsusi riskli xilasetmə və kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz həyata keçirilir.
İyulun 4-ü Bakı şəhəri Yasamal rayonu Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib. Aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 42 yaşlı atanın və 36 yaşlı ananın şəxslərin bioloji ölüm faktı qeydə alınıb. Partlayışda xəsarət alan 15 yaşlı yeniyetmənin müalicəsi Nərmanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. Goranboy rayonunun Rəhimli kəndində yol qəzası olub. Vaz 2106 və Vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində 24 yaşlı Şəhla Xəllova, 6 yaşlı Elfina Xəllova və 3 yaşlı Aylin Xəllova xəsarət alıblar. Hörmətli tamaşaçılar, davam edirik ən son dəqiqə məlumatlarıyla. Tələbə vəfat edib. Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. Birinci kursu bitirən Miləkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. İndi də xarici xəbərlərlə davam edirik. İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xamneyinin cənazəsi Məşəd şəhərinə aparılıb. Məşəd şəhərində İranın mərhum ali lideri Əli Xamneyinin dəfn mərasimi keçirilib. Xamneyinin cənazəsi ilə matəm yürüyüşü Məşədin əsas küçəsi olan İmam Rıza küçəsi ilə dəfn yerinə doğru hərəkət edib. Yürüyüşə qırmızı bayraqlar və Xamneyinin portretləri ilə qatılmış sakinlər müxtəlif şüarlar səsləndiriblər. Rusiyanın Başqırtıstan vilayətində tornado baş verib. Güclü tornado evlərin damını uçurub. Və İspaniyanın Pamplona şəhərində ənənəvi San Fermin festivalı davam edir. Bu iki proqrama 516 tədbir daxildir ki, onlardan 8-i Encierro'dur, yəni buğalarla qaçış. Festivalda ölüm hadisəsi olmasa da buğalarla qaçış zamanı ağır xəsarətlər alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Təxminən 8 əsrlik tarixə malik festdə yerli sakinlər və çoxsaylı turistlər tərəfindən maraqla qarşılansa da heç də hər kəsin ürəyincə olmayıb. Tədbir həm də fəalların festival çərçivəsində korridanın keçirilməsinə qarşı aksiyası ilə yadda qalıb. Qaydırıq yerli xəbərlərə. Leysan nəticəsində Balakən rayonunun Peçaqar kəndinin küçələrini su basıb. Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Dayanacaqda sərnişinlərdən biri səhvən stop düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb. Nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb. Hadisədir, amma görünür ki, yorğundur və bəlkə də sərnişinlər onu, indi deyirlər, incidib, amma bəlkə də bərk narahat edib, hər halda məsələ araşdırılacaq. Sabunçu rayonunda oğurluq edən şəxs saxlanılıb. Paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində notebook oğurlanıb. Sabunçu rayon polis idarəsinin 15-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb. Miniməclisin qəbul etdiyi dəyişikliklərə əsasən mopedlərin texniki baxışına görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət nömrə nişanına görə 15 manat rüsum tutulacaq. Moped idarə etmək üçün imtahan 40 manat, təkrar imtahan 20 manat, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, həmçinin qeydiyyat şəhadətnaməsinin verilməsi isə 30 manat olacaq. Göyçayda obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb. Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb. Goranboyda yük avtomobili qəza törədib. Şaqman markalı yük avtomobili yoldan çıxaraq aşıb. Sürücü 35 yaşlı Vüsal Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qəzaya yük avtomobillərinin əyrət sisteminin işləməməsi səbəb olub.
Biləcəri qəsəbəsində Asəf Zeynallı küçəsində yaşayanlar ərazidə ciddi problemlərin olduğunu bildirirlər. Onların sözlərinə görə bəzi ərazilərdə obyektlərin tikintisi səbəbindən hərəkət məhdudlaşır, digər hissələrdə isə yolların bərbad vəziyyətdə olması piyadaların hərəkətini çətinləşdirir. Xüsusilə əlil və uşaq arabası ilə hərəkət edən şəxslərin ciddi çətinliklərlə üzləşdiyi qeyd olunur. Sakinlər bildirirlər ki, rahat hərəkət etmək üçün çox vaxt məcbur avtomobil yoluna çıxmalı olurlar. Paytaxtda yolun ortasında Çin istehsalı olan avtomobil alovlanaraq hərəkət zamanı maşın belə yanıb. Bakının mərkəzində görünən ilan sakinlər arasında narahatlıq yaradıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Qardaş günümüzə bax da. Gəlib buna fısıldayır. Qardaş Xətayidə Bakının ortasında ilan da yer tapıb özünə. Dəhşət. Ağstafa rayonunun Həsənsu kəndində əks istiqamətdə hərəkətdə olan 2 minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı arxa düşüb və hər iki avtomobilin sürücüsü xəsarət alıb. 56 yaşlı Hicran Əmiraslanov və 48 yaşlı Vüsal İsmailov xəstəxanaya çatdırılıb. İyulun 11-i və 13-də Azərbaycanın, yəni bu 3 gün ərzində Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var. Çaylarda sulluğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətli sel keçəcəyi ehtimal olunur. 055 8 104 104 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırmasını istədiyiniz mövzularla bağlı siz də çəkiliş edib bizə görüntünü göndərə bilərsiniz. Həftənin bazar ertəsi yenidən görüşərik, vədimizə sadiq olaq.